Yaxşı, reysdə problem oldusa, niyə fövqəladə gəlmədi? Ancaq polis gəldi. Niyə Elektrik Energetika Nazirliyinin əməkdaşları gəlmədi? Fövqəladə ilə bir yerdə. Ancaq polis gəldi. Niyə yalanla dediniz ki, bütün metrolar qismən fəaliyyəti ləngidilib, azaldılıb, məhdudlaşdırılıb? Amma niyə yalan deyirsiniz? Bütün metrolar fəaliyyətini dayandırdıq. Bəs bir bölgədə reysə tok artıq getmişdisə, balıq mı tuturdunuz, siz? Tok orada balığı öldürür, burada öldürmür. O bölgədə metronu dayandırın da, başqa bölgələrdə niyə yasaqladınız? Bu və ya bunu kimi xəbərləri izləmək üçün Qabili bəyənmək lazımdır. Burada dərhal tık, qardaş bacılar, tık, Qabil media izləyiciləri, xəbər gəlir, dəhşətli gəlir. Ekranın üstünə 2 dəfə tık vurursunuz, bəyənmə sayımızı mən xəbəri bitirənə kimi 600'ü keçirirsiniz, 700'e yaxınlaşdırırsınız. Getdik. Bakı metrosunda hərəkətlərin dayandırılmasının səbəbi mərkəzi idarə etmə sisteminə partlayıcı yerləşdirilməsi olmuşdur. Mərkəzi idarə etmə sisteminə partlayıcı yerləşdirilib. Bu partlayıcı xəbərdarlıq üçün qoyulub. Azərbaycana bu məlumatı Sepah tərəfindən məlumatı Azərbaycana veriblər, bildiriblər ki, sizi partlada bilərdik, amma partlatmırıq, xəbərdarlıq eləyirik, çaşma. Partlayıcı mərkəzi idarə etməyə, mərkəzi idarəyə qoyulduğu üçün dərhal qatarlar hərəkəti anında dayandı. Bütün mərkəzi idarə etmə, bütün qatarlar oradan idarə olunur. Dərhal anında dayandı. Yoldadır, nə bilim, hardadır fərq eləmir, stansiyadadır. Bütün qatarlar dayandı. Həm stansiyalarda, həm də idarəyə baxış keçirilib, partlayıcı sadəcə boş olub, xəbərdarlıq üçün qoyulmuş olduğu bilinib, aşkar edilibdir. Hakimiyyət isə xalqı aldadır. 2 stansiyada yüksək gərginlik olub. Ona görə qatarların hərəkəti dayandırılıb. Hakimiyyət belə deyir, yalan deyir. Əgər elə idisə, ən azından digər stansiyalarda qatarlar insanları tuneldə yox, stansiyaya çatdırıb təxliyə edərdi. Bütün stansiyaya çatmamış hər yerdə niyə yolda qatarlar dayandı? Bizə dedilər ki, güya bir stansiyadan çıxan adamlardı. Bildilər ki, o videolar paylaşılacaq. Güya bir stansiyadan yerin altında tuneldir. Nə bilirsən Nərmanovdur, Günəş